dastana döndü, dastana döndü. Deyirlər bülbülə çörək yaxşıdır, insan kılar nəzarətən yaxşıdır. Şair solma vətənə yaxşıdır, adı gəlcə könül dastana döndü. Nerede be? Buraya neşe ne verdin? 5.000 kişi buraya galip gelmiş. Biz buraya ne de galip geleceğiz? Ben bilirim onlara neler verdin. Onlar der ki eğer teslim olmasa tüm esirler güllerler. Tamam esker, sen burada necə qalabilirsən? Onlar 5 gündür ki sənə qalib gələ bilmir. Onlar elə bilir ki siz çox adamsınız. Amma sən bir nəfərin istəsən burada necə qalabilirsən? Biz 6 nəfər idik. Onların hamısı şəhid oldu. Yalnız mən tək qalmışam. Ben onlara çözümü çəkmədim. Əl çəkən deyiləm. Sən çox igid və cəsur olursan Natiq, amma onlar mənə dedilər ki sən təslim olmasan onlar bütün Xocalı sakinləri öldürəcək. Nə danışırsan böyle? Ben buna gözü bağırlarım. Ben təslim oldum. Bu bayraq düşmənlərlə keçməyəcək. Bu Azərbaycan igid oğulları bu bayrağı dalğaldıracaq. Bayrak Bizimdir, bayrak kimdir? Bayrak öz yurduna, öz hakimdir. Bilirəm, cavab almayacağam. Biz heç birimiz səni tanımamışıq, tanış olmamışıq. Amma indi səni tanıyıram, əziz şəhid. O namərd gülləsinə tuş gəlib, yıxıldığın yerdə necə qurcalıq yaratdığını fərqindəsənmi? Qanın axan o torpaqlarda güllər açır, bilirsənmi? Əziz şəhid, Laçında məktəb açılıb, Xankəndi tələbə şəhər olub, bilirsənmi? Sənin şəklin bütöv Azərbaycan başının üstündə tutub. Mən də sən bunların hamısını öncədən bilibsən. Ona görə də heç kim və heç nə səni bir yoldan döndərə bilməyir. Əziz şəhid, azad torpaqlarda bu şanlı bayrağın dalğalandıqca ruhun bizimlədir. Sən əbədi ömür yaşayırsan. Sən bütöv Azərbaycanın fəxrisən. Bu sənə təşəkkür məktubumuz idi. Ruhun qarşısına baş əyirik və and içirik ki, canını fəda etdiyin vətənin gizliyində duracağım. Ruhun bizimlədir, əziz şəhid. Təşəkkür ederim.